Usikum və nəfsi bitəqvəllah. Özümə və sizə ilahi təqvaya riayət etməyi tövsiyə edirəm. Bir sıra əməllər var ki, dinimizdə onları bilməyimiz çox vacib məsələlərdəndir. O məsələlərdən, mövzulardan biri zülm etməkdir. Zülm, yəni haqsızlıq etməkdir. Zülm etməyin mənası budur, haqsızlıq etmək. Zülmün əksi budur ki, ədalətli olmaq, haqq sahibinə haqqını çatdırmaq. İslam dini gəldiyi gündən insanların haqqına riayət etməyi tövsiyə edib. İslam dinində Peyğəmbərimiz insanlar arasında bölgü apardığı zaman xüsusi olaraq ədalətə riayət eləyib və hətta Peyğəmbərin həyatında qeyd eləyirlər, Peyğəmbər bir bölgü apardığı zaman kənardan kimsə idil, ədalətli ol, idil, ədalətli ol dediyi zaman Peyğəmbərimiz buyurardı ki, fəmən ləm ədil, mən yədil. Peyğəmbərimiz buyurardı ki, əgər mən ədalətli olmasam, əgər mən haqqı sahibinə düzgün şəkildə qaytarmasam, fəmən yədil, bəs kim ədalətli olar? Yəni, Hz. Peyğəmbər insanlara ədalətli olmağı göstərdi. Hətta nəinki təkcə insanlara qarşı, əgər bir kəs öz miniyinə, öz heyvanına qarşı zülm edirdisə, onu ac, susuz saxlayırdısa, Peyğəmbər həmin şəxsi məzəmmət edirdi. O cümlədən Peyğəmbərin həyatında baş verən hadisəni bəlkə xatırlayırsınız. Tarix kitablarında qeyd olunur ki, Hz. Peyğəmbərin son məqamında, son zamanında Peyğəmbərimiz müsəlmanlara haqqa riayət etməyi tövsiyə edirdi. Və hətta Peyğəmbərimiz buyurardı ki, son xütbəsində ki, bu dünyada halallaşın ki, axirət günündə halallaşmaq çox çətindir. Peyğəmbərimiz bu cür buyururdu, bu dünyada halallaşın, axirət gününə saxlamayın. Axirətdə halallaşmaq çox çətindir. Bir nəfər müsəlmanlardan deyərmiş ki, Peyğəmbər, mənə qarşı sizin bir işiniz olub. Peyğəmbər buyurarmış ki, nə iş olub? Deyərmiş ki, Peyğəmbər bir dəfə dəvəyə hərəkət vermək üçün, hərəkət etmək üçün ki, o çomaqla hərəkət etmək üçün, o həmin taxta, çomaq, qamçını mənə deyib. İstəyirəm bu günləri sizinlə hesablaşaq, axirətə saxlamayaq. Peyğəmbərin yaşlı vaxtına və xəstə vaxtını təsadüf etdiyindən müsəlmanlar çox gileylənirlər, çox narahat olurlar ki, Peyğəmbərə əziyyət olmasın. Bəli, Peyğəmbər cəmaatı sakitləşdirir və İmam Həsənlə İmam Hüseyni göndərir ki, gedin evdən həmin qamçını götürün. Bəli, həmin qamçını götürürlər. Peyğəmbərimizin qızı Fatimə uşaqlardan gəliş səbəblərini soruşur. Uşaqlar deyirlər ki, biz o qamçı üçün gəlmişik. Və vəziyyəti analarına danışdığı zaman Peyğəmbərin qızı Fatimə qapıdan baxır. Uşaqlar qamçını getirir, həmin şəxsə verir. Bu cərgə-cərgə Peyğəmbərə yaxınlaşdığı zaman Hz. Peyğəmbərin sahabələri həmin şəxsə deyərdi ki, Peyğəmbəri vurma, Peyğəmbərin yerinə məni vur günah. Peyğəmbər onları hamını sakitləşdirərdi. Bəs daha sonra həmin şəxs Peyğəmbərə çatdığı zaman Peyğəmbəri qucaqlayıb bağrına basırdı. Peyğəmbər soruşdu ki, bəs nə üçün vurmursan? Dedi, Peyğəmbər, mən sizə elə onda öz haqqımı halal etmişdim. Sadəcə fürsət istəyirdim ki, sizinlə halallaşım. Hz. Peyğəmbər insanlara qarşı bu cürünə diqqətli olmağı tövsiyə edirdi. Mənim bu mövzunu açmaqda məqsədim budur ki, bilirik ki, qarşıdan 31 mart soyqırım günü gəlir və bizim xalqımıza qarşı erməni təcavüzkarları neçə dəfə hücum ediblər, O həmin hücumdan biri də 1918-ci ildə 31 mart soyqırımı kimi tarixdə yadda qalmışdı. Bilirik ki, ölkəmizin müxtəlif bölgələrinə,
Naxçıvan, Lənkəran. Şamaxıda ən faciəvi hadisələrdən biri Şamaxıda ən qədim məsciddə 1800-ə yaxın soydaşımızı cəm ediblər. Uşaq, qadın, böyük, yaşlı hamısını cəm ediblər, məscidi yandırmışdılar. Və bu günləri həmin Şamaxı Cümə məscidinə getdiyiniz zaman məscidin divarlarında da həmin o divarın yanmış hissələrini şahid ola bilərsiniz. Bu ermənilərin bizim xalqımıza qarşı törətdiyi faciəvi hadisələrdən idi ki, onlardan biri də Qubada yerləşən kütləvi qəbirstanlıqdır ki, bu günləri həmin yer Quba soyqırımı memorial kompleks kimi düzəldilib, hazırlanıb. O cümlədən qeyd eləmək istəyirəm ki, həmin soyqırımı bizim kəndimizə də gəlib çatmışdı. Həmin vaxtı ermənilər bizim kəndimizə də çatmışdı, bizim kəndimizdə də neçə insanları qətlə yetirmişdi. Hətta bəzi evlərdə son günlərə qədər güllə izləri qalmışdı. Və bəzi Bakı kəndləri də ermənilərə qarşı mübarizə aparmışdı, öz kəndlərinə buraxmamışdılar və son dərəcə mübarizliyi nümayiş etmişdilər. Və Allah Taala əlbəttə ki, bunları görür və Allah Taalanın yanında bu həmin hadisələr qeyd olunur. İbrahim surəsinin 42-ci ayəsində Allah Taala buyurur ki, Bismillahirrahmanirrahim və la təhsəbənnəllaha qafilən əmmə yəməluz zalimun. Allah Taala buyurur ki, zalimların etdiklərindən Allahı xəbərsiz sanmayın. Allah Taala xəbərdardır. Zalimların etdiyi zülmdən Allah Taala xəbərdardır. Sual budur ki, nə üçün Allah cəzalandırmır? Bu qədər bizim xalqımıza qarşı bunlar zülm ediblər və bugün də biz ərazi bütövlüyümüzü təşkil etmişik, şəhidlərimizin qanı hesabına, qazilərimizin hesabına, müharibədə iştirak edən veteranlarımızın hesabına. Bugün ərazi bütövlüyümüzü təşkil olunub və o cümlədən bugün də mövqelərimiz atəşə tutulursa, Allah Taala buyurur ki, siz onların cəzasız qalmasını güman etməyin. İnnəmə yuəxxiruhum. Allah Taala onları təxirə salıb. İnnəmə yuəxxiruhum liyawmi təşxəsu fihil əbsar. Gözlərin hədəqədən çıxdığı gün, yəni qiyamət günündə Allah Taala hamının cəzasını verəcək və İmam Əli əleyhissalamın kəlamı bizim yadımıza düşür. İmam Əli əleyhissalam buyurur ki, zalim bugün zülm eləyir. Zalim bugünlərin məzluma zülm edir. Amma qiyamət günündə məzlum öz haqqını alacaq, o deyir, daha böyük olacaq, o daha ağır olacaq. Və bu günləri biz bilirik ki, neçə müsəlman xalqları əziyyət çəkirlər işğalçılıqdan. Neçə müsəlman xalqlarının haqları tapdalanır. Neçə müsəlmanlar öz müstəqilliyini itiriblər. Və yüzillərlə müsəlman ölkələri olub ki, müstəmləkəçilik şəraitində yaşayıblar. Və Allah Taalaya həmd olsun ki, bu günləri bizim xalqımıza, bizim ölkəmizə müstəqillik bəxş edib. Və bu günləri biz həmin müstəqilliyimizlə məscidlərimizdə ibadət edirik. Bayaq biz Şamaxı Cümə məscidindən danışdıq. 2013-cü ildə dövlətimiz tərəfindən Şamaxı Cümə məscidi əsaslı şəkildə bərpa olunmuşdur və inşallah ki, Allah Taaladan duamız budur ki, bizim xalqımıza və digər müsəlman xalqlara, Fələstində yaşayan, Afrikada yaşayan və digər ölkələrdə yaşayan və əziyyət çəkən müsəlman xalqlara tezliklə azadlıq bəxş eləsin. Allah Taaladan duamız budur ki, müsəlmanlar arasında vəhdət, birlik bərqərar etsin. Allah Taala zəmanəmizin imamının zuhuru ilə qəlbimizdə sevinc, fərəh hissi qərar versin. Allah Taala bu əziz günləri İmam Zaman əleyhissalama və bütün İslam ümmətinə xeyirli, bərəkətli qərar versin. Allah Taaladan duamız budur ki, salam salavatlarımızı və dualarımızı zəmanə imamına çatdırsın. Allah Taala bizim günahlarımızı və bütün müsəlmanların günahlarını əfv etsin. Allah Taala gələn günahlardan bizləri hifz etsin.
Allah Taala'na and veririk, öz böyüklüyü xatirinə bizi bəndəlikdən kənar etməsin. Allah Taala qəlbimizi Quran nuru ilə, iman nuru ilə münəvvər etsin. Allah Taala şəhidlərimizə və dünyadan köçən bütün müsəlmanlara rəhmət etsin. Allah Taala bütün xəstələrə, qazilərimizə və nəzərdə olan xəstələrə tezliklə şəfa inayət etsin. Allah Taala çətin şəraitdə yaşayan müsəlmanlara xoş güzaran nəsib etsin. Allah Taala bütün müsəlmanların qəlbindən keçən duaları qəbul etsin. Allah Taala hərbiçilərimizi, əskərlərimizi, vətənimizi, torpağımızı qoruyanları öz nuru ilə hifz etsin. Allah Taala bizim ölkəmizdə, dünyanın hər bir yerində sülh və əmin-amanlıq bərqərar etsin. Allah Taala xalqımızın düşmənlərini, dinimizin düşmənlərini məhv və nabud etsin. Allah Taala bizim barəmizdə və bütün müsəlmanların barəsində ən xeyirli və gözəl duaları dərəcəyi qəbul etirsin. İnşallah.